Salam əziz 7-ci siniflər. Mən bu videoda sizlərə 7-ci sinif 2-ci hissə səhifə 61-də ümumiləşdirici tapşırıqların izahını verəcəm. Birinci sual, qida zəncirinə əmələ gətirən K, L, M və N canlılarından L və M karnivordur. Karnivorlar, yəni ətlə qidalanan ikinci və ya üçüncü dərəcəli konsumentlərdir. M avtotrofdur. Avtotrof, yəni burada bitkiləri biz götürürük. Təbii ki, bu quru ekosistemdə bitki deyirik biz. Su ekosistemində isə bunun adı fitoplanktondur. Və bunlar produsent canlılardır. Produsent nə deməkdir? Yəni günəş işığının təsiri altından qeyri-üzvü maddələrdən üzvü maddə hazırlasınlar. Və bu prosesin adı fotosintez adlanır. K herbivordur. Herbivorlar isə birinci dərəcəli hazır yeyən konsumentlərdir ki, bunlar sadəcə bitki ilə qidalanırlar. İndi bizdən bu canlıları qida zəncirində düzgün sıralamamızı istəyir. Təbii ki, ilk öncə gələcək birinci produsentlər N. Demək, A bəndini çıxırıq, D bəndini çıxırıq. Daha sonra bitki ilə qidalanacaq K, yəni herbivorlar. Buradan C bəndə çıxdıq, qaldı düzgün variant B variantı. Yəni, sonra bitkini yeyən, sonra birinci dərəcəli bitki yeyən hazır konsumentlər, sonra isə karnivorlar gələ bilər. İkinci sualda bizə su ekosisteminə aid bir qida şəbəkəsini göstərir. Və bir neçə suallar istəyir bizdən. A bəndi karnivorlar hansı rəqəmlərlə qeyd olunmuşdu? Uşaqlar, ümumiyyətlə zəncirlə şəbəkənin ard etmə qaydası var. Zəncirdə sadəcə bir düz xətt üzrə qurulur. Şəbəkədə isə belə deyək də sanki bir şəbəkədir və kəsişən təbii ki, xətlər də ola bilər burada. Demək, bizə buradan karnivorlar hansı rəqəmlə qeyd olunub? İndi biz sırf burada ət yeyənləri göstərəcəyik və ət yeyənləri necə göstərə bilərik? Yəni, ox ona gəlsin. Baxaq indi burada. Məsəl üçün, birinci canlıya baxaq. Birinci canlıda ox hardan gəlir? 3 gəlir 1-ə. Yəni, birinci canlı 3 ilə qidalanır. Yəni, ətlə qidalanır. Daha sonra birinci canlıya ox hardan gəlir? 6-dan gəlir. Ətlə qidalanır. Demək, birinci canlımız ətlə qidalanır. İndi üçüncü canlını nəzərdən keçirək. 5-dən ox gəldi 3-ə. Demək, 5 ilə qidalanır 3. 6-dan ox gəldi. Demək, 6 ilə da qidalanır. 3 də olacaq karnivor. 5-ci canlıya baxaq. Rəngi dəyişdirək. Demək, baxın, 5-ci canlıda da 6-dan ox gəldi. Yəni, 5-ci canlı 6-cı canlı ilə qidalanır. Sırf burada hamısı bunlar yəni ət yeyənlərdir. B bəndə hansı rəqəmlə herbivorlar göstərilmişdi? Demək, uşaqlar, herbivorlar biz dedik ki, az öncə də, yəni bitki ilə qidalansın. Buradakı canlılardan 2 ilə 4-ə də izah verim sizə. Su ekosistemidir deyə biz burada bitkilərə, az öncə də dedim ki, deyəcəyik fitoplanktonlar. Fitoplanktonlar. Kiçik heyvanlara deyəcəyik zooplanktonlar, yəni fitoplanktonlarla qidalananlar zooplanktonlar adlanır. Herbivorla qidalanan, yəni ox hardan gəldi? Baxaq, 4 ilə gələn olacaq burada 2. C bəndi hansı rəqəmlə omnivorlar qeyd olunmuşdu? Demək, omnivorlar isə o deməkdir ki, həm bitki ilə qidalansın, həm də heyvanlarla. Baxaq, hansı canlıya ox həm fitoplanktondan gəlir, həm də zooplanktondan və yaxud da digər yırtıcılardan gəlir. Demək, bu 6 canlısıdır ki, uşaqlar, baxın, fitoplanktondan ox gəldi bura, bu oxun üstündən çəkim. Bir də zooplanktonla da qidalandı. Demək, omnivorlar olacaq 6. D bəndi. Avtotrof yolu öz qidasını hazırlayan canlılar, yəni bizə burada istəyir fitoplanktonu. Fitoplanktonlar olacaq 4. Y bəndi planktonlar hansı rəqəmlə qeyd olmuş? Baxın, adından da göründüyü kimi fitoplanktonlar, zooplanktonlar. Planktonlar ümumiyyətlə sudan asılı vəziyyətdə üzə bilənlərdir. Burada götürəcək 2, 4. Nekton orqanizmlərdə istəyir bizdən. Nekton isə burada fəal şəkildə üzənlər. 1, yəni sudan asılı deyil. 3, 5, bir də 6 olacaq. Bunlar fəal şəkildə üzürlər. Bir də bentos canlıları var, düzdür, burada soruşmayıblar. Bentos isə uşaqlar dib canlılarıdır. Üçüncü suala davam edək. Düzgün fikirləri seçin. A bəndi herbivorlar ilkin konsumentlərdir. Bəli, herbivorlar bitkidən sonra dayanır, yəni ilkin birinci dərəcəli hazır yeyənlərdir. B bəndi karnivorlar produsentlərlə
qidalanandır. Xeyr, bayaq da dedim ki, uşaqlar, karnivorlar ətlərlə qidalananlardır. Yəni yırtıcı həyat tərzi keçirir onlar. Produsentlərlə, bitkilərlə qidalanmırlar. C bəndi. Bütün omnivorlar yırtıcı həyat tərzi keçirirlər. Bu da səhv müddəadır. Ümumiyyətlə biologiyada bütün hamısı canlılara aid edilən bir müddəa varsa, o 90% səhvdir. Demək, D bəndi. Produsentlər avtotrof yolla qidalanır. Bəli, az öncə də qeyd edim ki, qeyri üzvü maddələrdən üzvü maddə, yəni öz qidasını, şəkərlərini özləri hazırlayırlar. G bəndi. Qida zəncirinin son halqasında omnivorlar ola bilər. Bəli, ola bilər. F bəndində herbivorlar omnivorlarla qidalanan canlılardır. Xeyr, herbivorlar az öncə də qeyd etdim ki, birinci dərəcəli konsumentlərdir, yəni bitkilərlə qidalanan canlılardır. Dördüncü sualda demək, bizə bir qida zəncirini diaqramda göstərib. Kaha bitkisi ilə qidalanır dovşan. Dovşanda da birələr olur. Birələr də uşaqlar kiçik həşəratlardır. Bizə deyir ki, bu diaqram hansı ekoloji piramidanın növü göstərilmişdir. Burada uşaqlar ədədlər və yaxud da ki, say piramidası göstərilib. Yəni, ədədlə göstərilir. Tutaq ki, 10 dənə kahını 3 dənə dovşan yedi, belə göstərilib. O 3 dənə dovşan üzərində, tutaq ki, indi düzü saymaq olmur onu, indi bizə bunu verilib deyə özümüzdən deyə bilərik 40 dənə birə var. Və bizə deyir ki, niyə bəs yaxşı bu diaqram piramidaya bənzəmir? Çünki əziz şagirdlər, ədəd say piramidasında sırf ədədlə göstərdiyinə görə bu bir piramidaya bənzəmir. Az öncə də dedim ki, baxın, dovşanın üzərində çoxlu birə var. Ona görə də birəni daha çox göstərib. 5-ci sualla davam edək. Demək, A hissədə meşə ekosisteminin qida şəbəkəsi göstərilib, B hissədə isə bu ekosistemin kiçik bir hissəsindən ədəd və biokütlə piramidası göstərilib. Demək, şəbəkəni bildiniz, kəsişən xəttlər ola bilər. Yəni, bir canlı, bir neçə canlı ilə qidalananda göstərə bilər. Buna ayırt etdik. Zəncir də bildiniz ki, uşaqlar, qida zəncirində bir düz xətt olur ümumiyyətlə. Say piramidasını az öncə başa saldım ki, bunlar belə deyək də, saylardan, ədədlərlə göstərir. Bir dənə qaldı biokütlə piramidası burada verilir. Biokütlə piramidası uşaqlar susuz bir çəkini göstərir sizə, ümumi biokütləni göstərir. İndi baxaq görə bizdən nə suallar istəyir? Birinci, qida şəbəkəsinə əsasən hər ikisində də güvə olan 4 orqanizmdən ibarət 2 qida zəncirini dəftərinizdə qurun. Biz indi bu tərəfə diqqətlə baxırıq. Güvəyə aid 2 zəncir verib bizə. Baxaq, güvəyə ox hardan gəlir? Demək, ağac koldan da gəlir, palıtdan da gəlir. Elə ikisindən də quraq, yazaq. Ağac və yaxud da kol. Burada yazıram palıt. Təbii ki, ikincidə duracaq, ikisinə də ox gələcək güvə. Yazıram ikisinə də güvə. Sonra baxaq görək, güvədən sonra bu ox getdi kiçik quşa. Bir tərəfə yazıram kiçik quş. Sonra bu kiçik quşla sincabda qidalanana bilər. Görürsünüz, ox getdi sincaba. Kiçik quşla bayquş da qidalanana bilər. Demək, bura sincabda yaza bilərəm uşaqlar. Bayquşda yaza bilərik. Sonra baxaq görək başqa nə var. Baxın, burada bir dedik palıd, bir, sonra güvə. İndi ox buradan da qura bilərik. Yəni, ən sonda yerişən. Aha. Belə biz qida zəncirimizi qura bilərik güvəyə aid. İkinci sualda bizə nə istəyir? Qida şəbəkəsində həm ilkin, həm də ikinci konsument olan bir orqanizmin adını dəftərinizə qeyd edin. Yəni, ilkin o deməkdir ki, uşaqlar bitki ilə də qidalananı istəyir bizdən, ətlə də. Qısacası omnivorlar istəyir bizdən. İndi biz baxmalıyıq ki, bir dənə buranı silək, siz tam baxasınız, buradan tapasınız deyə. İndi biz buradan uşaqlar elə bir canlı seçməliyik ki, bu həm birbaşa oxuna ağacdan və yaxud da palıtdan getsin, bir də başqa, yəni belə deyək də, ikinci dərəcədən də yəni getsinlər. Baxaq bir dənə bura siçana diqqətdən baxaq. Görürsünüz, ağacdan birbaşa gəldi bura. Demək, siçan burada birinci dərəcəli konsument ola bilər. Demək, ağac kolla da qidalandı, oxla da qidalandı. Bir də fikir versiniz, siçan cücü ilə də qidalana bilər. Demək, siçan burada omnivor ola bilər. Sonra uşaqlar, burada diqqət yetiririk kiçik quşa. Görürsünüzmü, ağac və kol, ox gəldi ora. Yəni, kiçik quş
ağac kolundan da qidalanana bilər. Bir də güvəylə də qidalanana bilər. Demək, omnivorlar siçan, bir də kiçik quş kimi yaza bilərik. Üçüncü sual. Xəzəlin, yəni xəzəl nədir? Tökülən saralmış quru yarpaq. Deyir ki, o azalanda siçanın sayının azalmasına səbəb ola bilərmi? Fikrinizi əsaslandırın. Uşaqlar, bəli, ola bilər. Niyə? Çünki siçanlar xəzəlin altında gizlənə bilərlər və bu da düşməndən qoruyur onu. Yəni, onun düşməni də yırtıcılardan qoruyur onu. Yəni, ona görə də bəli, xəzəl əgər azalıbsa, siçan da azalması ola bilər. Fikri də dedim. Dördüncü sualda bizdən artıq B bəndinə aiddir. Ədəd və biokütlə piramidasının Y səviyyəsi niyə belə fərqli genişlikdə olduğunu izah edin. Yəni, deyir ki, niyə burada belə deyək də, ədəd piramidasında, belə deyək də, yəni say göstərilib deyə, bayaq da sizə baş saldım ki, piramidaya sanki bənzəmir də, ən altda əslində ən çox olmalıdır. Getdikcə, yəni bu formada olmalıdır. Niyə deyir? Biri ədəd piramidasına belədir, biokütlə piramidasına isə bu vəziyyətdədir. Bayaq da izah elədim ki, ədəd piramidasına və yaxud da say piramidasına sadəcə sayı göstərir, amma biokütlədə isə onun artıq belə deyək də, biokütləsini göstərir. Yəni, say az ola bilər, amma onun biokütləsi çox ola bilər. Ona görə də bu cürlə fərqli göstərilir. Nəhayət, 6-cı sual. Demək, 6-cı sual əslində çox rahatdır. Hər bir şey yazılıb, sadəcə yerinə qoymalıyıq. Demək, bizdən nə istəyir? Burada deyir ki, bir ildə ot bitkisinin 1 kvadrat metr sahəsində 21.500 kilojoule enerji istehsal olunur. Və bu otla qidalanan qoyuna ötürülən enerjinin miqdarı da hamısı göstərilib. Yəni, bu qoyun otu yeyir. Bu otda 3050 kilojoule enerji var. Yeni biokütlə, yəni o demək ki, onun bədəninə keçir 125. İtirilən enerji odur ki, yəni belə deyək də, bədəninə gəldi, amma itirildi. 2925-i onun bədəninə keçmədi. Daha sonra yeyilməyən ot isə bunu heç yeməyib. İndi bizdən A bəndində hazır özü bizə deyir ki, bu düsturu yaz qoy yerinə. Onsuz da hamısını yazıb elə bizə. Enerji səmərəliyi bərabərdir. Deyir ki, qoyunda yeni biokütlənin yaranmasına sərf olunan enerji. Baxaq, yeni biokütlə görürsünüz, özü yazıb burada. 125-dir, yazırıq 125. Sonra mövcud olan enerji. Yəni, hansı otdan ona keçib mövcud enerji, bax odur. Mövcud olan enerji yeyilən ot. Yəni, 3050. Heç nə, bunu vururuq 100-ə. Tapırıq ki, qoyunun enerji səmərəliyini, demək, bunu buna vurub böləndə eləyəcək 4,1. B bəndi deyir ki, qoyunun yemədiyi, baxın, bu altda qalan, yeyilməyən otda olan, deyir 18450 kilojoule enerji ilə nə baş verə bilər? Heç nə, onu yeməyib, uşaqlar demək, yeməyibsə, bu artıq çürücü mikroorqanizmlər tərəfindən torpağa qarışacaq. Yəni, qısacası redusentlər tərəfindən torpağa qarışılacaq və onu da bitki təzədən təbii ki, istifadə edə biləcək. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.